Salam, bugün ben evdə şirniyyat hazırlayacağım uşaqlara. Çox sevdikləri bir şirniyyat. Deməli, mən bunu bu il öyrənmişəm və Instagramda Ülker xanımla ümumiyyətlə çox bəyənirəm onun əl işlərini və bir neçə yemək də mən ondan öyrənmişdim. Görmüşdüm, hazırlamışdım və yəni gözümə xitab edən yemək olanda mən onu hazırlayıram. Hazırlamışdım və görmüşdüm ki, deyir ki, axırda da deyir ki, hazırlayın, çox ləzzətlidir, çox gözəldir. Görürəm ki, doğrudan da dediyi qədər var elə. Bu şirniyyatı da gördüm, bəyəndim. Dedim ki, bir dəfə hazırlayayım. Bir dəfə hazırladım. İnanın mənə ondan sonra ard-arda dalbadal bəlkə mənə bir 5 dəfə hazırlatdırdılar uşaqlar da, yoldaşım da. Yəni çox bəyəndilər. İndi yenə məndən həmin şirniyyatı istəyiblər. Hazırlaması da çox asandır və çox ləzzətlidir amma, çox inanılmaz ləzzətlidir və soyuducuya qoysanız da onu, qoyuram soyuducuya, çıxarıram, misal üçün, axşam qoydum soyuducuya, nə yedilər, nə qaldı qoyuram, səhər çıxarın, yeyirsiniz, elə bir marmujla yeyirsiniz, o qədər gözəldir. İndi keçək hazırlanmasına, mən hazırlayım, bilənlər bilir, bilməyənlər də görsün necə hazırlanır, görək necə çıxır. Həmişə yaxşı alınıb. Deməli, bizdə bu şirniyyatın hazırlanması üçün mənə lazım olan deməli, produktlar bunlardır, ərzaqlar bunlardır və ölçüsünü də deyim sizə. Bəlkə hazırlamaq istəyənlər olar. Deməli, 200 qram undur, çəkmişəm tərəzidən. Sonra 100 qram qatıqdır, 100 qram şəkər tozudur, pesok, 2 yumurtadır, sonra 180 qram da yumuşaq yağ. Ya yumuşaq, çıxaran yumuşaq olsun, belə baxın, yumuşaqdır. Ya ərinmiş də dökə bilərsiniz, fərqi yoxdur. Bir də ki, qabartma tozudur, vanilli. Vanilli də gətirməmişəm, indi gətirirəm. İndi əvvəlcə qatıqdan başqa bütün ingredientlərin hamısını əlavə edirik. Bu qaba başlayırıq mikserlə qarışdırmağa. Getdik. Qatıqdan başqa. Bismillah. Sonra şəkər tozunu dibində qalır. Mən heç xoşlanmıram dibində qalır. Bəzən verilişlərdə olur, nə qalır? Təmizləmirlər. Mənim yarı canım qalır o qabdakı. Nə qədər şey qaldı o qabda, niyə onu təmizləmədim? Mən evdə heç vaxt belə eləmirəm. Sonra yağı da əlavə edirik. Ondan sonra əllərim tərtəmizdir, yumuşam. Mən yuyuram əllərimi yemək bişirməyə başlayanda həmişə. Yuyuram, sonra spirtləyirəm. Bilmirəm, siz də belə eləyirsiniz, yoxsa yox. Həmişə yuyub, sabunlayıram, sonra spirtləyirəm mən əllərimi. Ondan sonra başlayıram yeməyi hazırlamağa. Amma əllərim qaraldan yeməklər, badımcan, soğan, onları eləyəndə isə əlcək, onları hazırlayanda isə əlcək taxıram. Belə, sonra əlimi salfetka ilə silib, sonra unu da əlavə etdim. 200 qram oldu. İndi mən burada işlətdiyim afifisliyi sizə göstərim. Deməli, bütün tortlara, bütün piroqlara mən öyrənmişəm ki, 2 paçka qabartma tozu vururlar. Ona görə çox yaxşı olur, çox puşun olur. Yəni, əslində mən həmişə əvvəllər bir paçka qabartma, bilmirəm, elə hansı markanı istifadə edirsiniz. Mən çox vaxt bundan istifadə edirəm. Mən həmişə bir bu paçkadan istifadə edirdim də. Amma sonra bir dəfə öyrəndim ki, 2 paçka istifadə etsəniz möhtəşəm olur. Yəni, bu da bunun bir ключевой hissəsidir. Bütün piroqum, bunu da öyrənməmişəm, bütün piroqlara aiddir. Mən ondan sonra həmişə belə eləmişəm və perfect, möhtəşəm çıxıb. Qabartma tozunu belə çırpıram ki, diblərində qalanlar da tökülsün. Qabartmaları da əlavə etdim. Başlayıb qarışdırmağa. Qarışdıranda un sıçramasın deyə üstümüzə mən əvvəlcə belə mikseri belə sakit-sakit qaşıqla da eləmək olar. Mən mikseri edirəm.
və başlayıram yavaş xodunda etməyə hazırlıq. Yenə də onun üstünü atlamırıq. Yenə də un biraz uçur göylərdə. Olsun, olar ki. Bunlar hərəkətdir. Evinizdə ruzu olsun, evimizin havasında, otağımızda, mətbəximizdə uçan un olsun. Baxın bu qədər, biraz qarışdırdım, qarışdırdım. Şimdi bundan bir qaşıq götürəcəm. Baxın buna görə mən deməli qatığı qatmırdıq. Bir qaşıq götürürəm mən bundan, bir qaşıq. Ayırdım, saxlayıram burada. Sonra qatığı əlavə edirəm. Sobanı da yadımdan çıxdı sizə deyəm. Sobanı da 180 dərəcədə mən hələ bu çəkilməyə başlamamışdan qabaq, bunu hazırlamamışdan qabaq artıq yandırmışdım. Onu yadımdan çıxdı sizə deyəm. Ümumiyyətlə bütün şirniyyatlara həmişə belə deyirlər ki, sobanı əksəriyyətində sobanı öncədən yandırmaq lazımdır. Mən də yandırmışam ki, qızsın özü üçün. O mikserlər var belə, yekə mikserlər var belə xəmiri deyilir. Masterchef-də hamı ondan istifadə edir. O mikserlərdən istəyirəm əslində. Amma mən bu mikserim xarab olmayıb deyə mən də belə israfı sevmirəm. Qətiyyən israfçılığı sevmirəm. Deyirəm varsa mən niyə israf edeyim ki? Hələ varımdır da, hələ bu işləyir, məni yola verir. Bir də ki bu mənim əməkdarımdır. Yəni ki 20 ildir mən bunu işlədirəm. Gəlinliyimdir. Düz 20 ildir. Mən bunu işlədirəm. Artıq 20-ci ilə keçmişik. Mən də əməkdar olmuşam, o da veterandır artıq. Ona görə görürsünüz bir göz işləyir, veterandır. Bir göz işləyir, o birisi bu hissəsi xarab olub. Amma yəni möhtəşəmdir də, çox yaxşı işlədirəm, çox yaxşı işləyir. Məni qane eləyir də açığı. Ona görə də almıram, deyirəm ki, hələ ki işləyir də, nə ehtiyac var? Baxın, indi bunu təmiz çıxarmaq istəyirsinizsə, bilmirəm, bunu bilənlər var, bəlkə də var. Amma baxın, bunu mən özüm tapmışam. Bunu təmiz çıxarmaq istəyirsinizsə, baxın. Yavaş çıxaranda görürsünüz, boş çıxır. İndi burada nə qalıbsa, təbii ki, mən bundan əl çəkərəm. Təbii ki, mən bunu da təmizləyəcəm ki, qoy, heç nə qalmasın. Çox vaxt televiziya verilişlərində olur həmişə. Televiziya verilişlərində produktları aşpaz özü almır axı. İsraf edir rahat-rahat. Götürdü, həbsi yox. Bunu belə elə tullayacaqdı o tərəfə. Mən isə insan özü evində eləyəndə öz malıdır, ürəyi gəlmir. Nə bilim, bəlkə israf eləyənlər var, amma mənim heç vaxt ürəyim gəlmir. İndi nəyi ki təmizləyə bilmədim, mütləq mən əlimlə, tərtəmiz əllərimlə mütləq təmizləyəcəm. Ölsəm belə qoymaram. Çünki bir damcı da olsa, niyə qalsın ki, israfa getməsin. Bacardığım qədər, yəni, bacardığım qədər çalışıram ki, təmiz edim bütün barmaqlarımı. Həmişə də belə olur, ona görə salfetka saxlayıram yanımda. Nəysə belə. İndi qabımı gətirdim, mənim qabım bu boydadır, bilmirəm. Sizdə nə boydadır? Bu boyda qabda, çünki şişəcək biraz. Bu boyda qaba mən bunun hamısını əlavə edəcəm. İndi sizinlə birlikdə əlavə edirəm. Sonra başlayıram bunu siyirməyə, təmizləməyə. Bir də ki, mənim sizə yadımdan çıxdı deyəm ki, istədiyiniz, ürəyiniz istəyən meyvəni, yəni bu vişnya da ola bilər, sonra çiyələk də ola bilər,
Sonra alma da ola bilər, şaftalı, ərik, lüboy da. Yəni mən Ülker xanımda bunu əri ilə görmüşəm. Amma mən şaftalı ilə, indi sezonudur deyə şaftalı ilə hazırlayıram. Deməli, varenya kimi də şaftalını doğrayıram. İndi göstərəcəm sizə. Şaftalını doğrayıram, sonra üzərinə biraz pesok tökürəm. 40 qram orada pesok yazıb. Deməli, mən biraz çox tökürəm şəkər tozunu. Pesok yəni şəkər tozu da. Mən biraz çox tökürəm. Çünki bizimkilərin ürəyi gedir də şirin şey üçün. Və bir dəfə yəni sözün düzü əri ilə çox şirin olar. Ona görə 40 qram. Çünki o əri ilə hazırlamışdı. Mən isə şəftəli ilə, şəftəli əri qədər şirin olmur. Ona görə də mən şəkər tozu biraz artıq elədim. Amma gözə yarı, mən sözün düzü onun pesokunu gözə yarı tökürəm. Bunları isə qrama qram, çünki bu onun testasıdır. Mən Ülker xanım necə vermişdisə testanı, deməli, necə yazmışdısa Instagramında, mən də o cür hazırladım. Çünki testasından ehtiyat edirəm həmişə ki, birdən qramla vermişdi. Dedim, deməli, nəsə xata bir iş olar da alınmaz istədiyimiz kimi. Pambıq kimi oldu da, pambıq kimi. İnanılmaz, çox gözəl bir piroqdur bu. İndi bu bir qaşıq götürmüşdüm axı testasından, qatıq vurmamış amma. Bir qaşıq götürmüşdüm axı. İndi unu götürürəm, umac hazırlayıram. Bunu da deməli qramla vermişdi. Amma mən gözə yarı un səpə-səpə, umacı hər halda gözə yarı özünüz, yəni unu tökə-tökə biləcəksiniz də necə. Artıq umacdır bu, hazırdır. Elə deyil. Kiçik qaşıq götürürəm, çünki az-az tökmək lazımdır, az-az əlavə etmək lazımdır. Bir dəfəlik tökəndə artıq quruyur. İndi belə-belə eləyəcəm, sonra get-gedə ovalanacaq. Yəqin ki, bacarıqlı xanımlar umac hazırlamağı əzbər bilirlər, 5 dəqiqəyə hazırlayırlar. Həqiqətən də çox tez hazır olacaq. Ununu artıq qurudur. Qatığı yəqin ki, mən belə başa düşürəm ki, qatığı ona görə vurmur ki, yəni umac mümkün deyil, qatıq vursaq hazırlaya bilmərik umacı, düz deyil. Məncə ona görə deməli qatıqsız əvvəlcə deyir ki, qatığı vurmamışdan qabaq xəmiri hazırlayın, bir qaşıq götürün, sonra qatığı əlavə edin. Mən hazırlayayım bunu. 5 dəqiqəyə sizə hazırını göstərəcəm. Baxın, uca ovalanır yavaş-yavaş. Baxın, artıq hazırdır, ovalanır, görürsünüzmü? 5 dəqiqə, 5 dəqiqədən də tez oldu daş. Hazır oldu. İndi nə edirik? İndi bu xəmirin üzərinə bu hazırladığım şaftalı ki var. O şaftalıları düzürəm. Suyunu da əlavə etməyə çəkinməyin. Elə o gördüyümdə də belə deyirdi Ülker xanım. Həqiqətən də suyu da çox gözəl aromat verir. Ona görə heç suyunu da məndə deməli meyvəsini biraz da çox eləyə bilərsiniz. Çiyələklə də hazırlaya bilərsiniz. Mənim çiyələyim var evdə, saxlamışam. Deməli qış üçün saxlamışam, vişnyan saxlamışam, çiyələk saxlamışam. Çünki bizdə şirniyyat çox yeyilir. Mən şirniyyat çox hazırlayıram. Ona görə də meyvəli şirniyyatlar da adam qışda bir də görürsünüz ki, meyvəli şirniyyat istəyir axı. Çiyələk istəyirsən, ya bir tort hazırlayıram, çiyələk istəyirəm, çiyələk yoxdur. Həmişə deyirdim ki, mən niyə saxlamıram, axı saxlayayım da saxlayayım. Çiyələyi görürdüm, sevincimdən götürürdüm. Elə sezonu olanda bişirirdi, hazırlayırdım, şirniyyatlar hazırlayırdım. Qış gəlirdi, deyirdim, mən niyə götürmədim çiyələkdən, deyirdim, qışa saxlayacağım. Bu il saxladım, 2 paçka dolu, yumuşam, təmizləmişəm, saxlamışam. 2 paçkada vişnya, 2 paçka ya 3 paçkada vişnya saxlamışam, yumuşam, təmizləmişəm. Tumlu vişnyanı, tumlu buzxanada saxlamışam. Yəni çiyələk hazırlaya bilərdim çiyələklə, amma qış hələ qabaqdadır. Yəni ki, dedim ki, şaftalı varsa şaftalı eləyək. Amma meyvəsini biraz, yəni şaftalını çox da eləyə bilərsiniz, problem deyil. İndi bu nə umac hazırladımsa mən, o
Bu şaftalını tökdüm, sirobunu tökdüm. Yəni nə soku var idisə onu da tökdüm. Sonra bu umacda bunun hər tərəfinə səpirik. Deməli qoyuram peçkaya. Peçkanın da baxın şirniyyatı hazırlamaq üçün peçkanı ən altdan bir dənə yuxarıya, yəni orta sıraya qoymaq lazımdır. Bunu da professionallardan mən eşitmişdim. Şirniyyatı dedilər ki, həmişə o gözdə hazırlamaq lazım. Deməli mən bəzi şirniyyatlar var idi ki, mən bu gözdə hazırlayırdım. Bəzi şirniyyatlar var idi, aşağıda hazırlayırdım, aşağı gözə qoyurdum. Sonra dedilər ki, deməli baxdım, dedilər ki, aşpazlar ancaq şirniyyatı bu gözdə bişirmək lazımdır. İnanın ki mənə, mən o gözdə bütün şirniyyatlarımı artıq o gözdə bişirəndən sonra effektini gördüm ki, doğrudan düz deyirmişlər. Bütün bu cür sobalarda, bu cür peçkalarda deməli o gözdə bişirmək lazımdır. Siz də eləyin, görəcəksiniz, o gözdə bişirin, görəcəksiniz effektini ki, möhtəşəm olur doğrudan. Belə, indi inşallah mən bu yanları yığışdırım. Hazır olandan sonra göstərəcəm sizə ki, necə qəşəng şişdi və necə bişdi. İnşallah Allah qoysa axşam da samavar çayla içərik. Bir soyuq düşdü. Bir soyuq düşdü. Yəni biz istidən ürəyimiz gedirdi. Onsuz da deyirdi ki, istidir, istidir, istidir. Allahım, Allahım. Da demədi ki, bu cür bir anda qış gəlsin. Dünən heç düşə bilmədik aşağıya. Həyətə yəni heç düşə bilmədik. İndi bugün biraz hava yaxşıdır dünənə baxanda. İnşallah bugün düşərik. Çünki gündüz sərin olur, axşam vəbşi sərin olur. İnşallah bugün düşərik. Piroqumuz da var hazır. Hazır olsun göstərəm. Piroq hazır dəymişək kimi çox yaxşı çıxdı. İnşallah axşam oturub yeyərik. Kim də istəsə hazırlasın. Göz haqqınızı halal edin. Bir də bir söz demək istəyirəm sizə. Bilmirəm mənə kimi olanlar var, yəni hamı başlayanda belə olubmu? Mənim deməli əlimdən iş tez çıxır, bir işi görəndə tez görürəm. Amma çəkiliş olanda təbii ki 15 dəqiqəlik iş olur, yarım saat ola bilər. Amma kameranı ki yandırdım, mən bir həyəcan tutur, bir həyəcanlanıram, gəl görəsən. Yəni belə nə bilim tutuluram, neçə dəfəyə çəkirəm, inanırsınız, açılışıram sonra. Çöldə isə vəbşi, ümumiyyətlə çöldə çəkə bilmirəm, həm əlimi tərpədirəm, hələ öyrəşməmişəm, həm də ki baxan olur, adam çəkinir, utanır. Qızım deyir ki, mam təzədir, ona görə, təzə başlamısan, ona görə belədir, sonra öyrəşəcəksən, o elə danışacaqsan, elə alışacaqsan ki, amma təzədir deyə belədir, nə bilim, valla bilmirəm, həqiqətən ona görədir belə, yoxsa yox, amma mən çox həyəcanlanıram. Niyə bilmirəm? Nə bilim, inşallah keçər, inşallah qızımın dediyi kimidir. Belə, başınızı ağrıtdım.